Səhər saat neçədir? Var yoxla nə? Səhər saat 6-da anamınca yatıb qalmışam salonda. Var yoxla nə? Tumandayım, alt paltarındayım, maykadayım. Qapı top döyülür. Durdum, qapını açdım. Yuxuluyam da belə açdım. Qavaş. Belə hazırlaş gəl də. Dedim ay yaxşı brat, yuxuluyam var yoxla nə? Qapını bağladım. Saata belə baxdım. Allah, saat 6. Elə bildim yatıb qalmışam, axşam 6-dır. Dedim ay belə 6 adam yazmışam, yatıb qalmışam da belə. Tez bazar durum buranı səliqəyə saldım. Durdum, əynimi zadımı geyindim, elədim. Qapını açdım ki, gəl də brat. Belə yox ay qaqa sən gəl də. Dedim hara brat? Qaçı bə xaşa gəlirik səhər. Dedi səni də aparaq. Dedim ala məzələnsən ala. Mən də elə bildim ki, klientsən tatuya gəlmirsən, axşam 6-dır. Səhər 6-da ala. Qaçı hə. Dedim ala qaqaş, məni tanıyırsan sən? Qaçı yox. Dedim prosto gedərdik bizlə xaşada. Dedim ay qaqa, mən sənə rəqqasəz adam mənə gəlib aparsan səhər ala. Abarı yoxuna lən balamın canı. Mənə tanımır həyatı boyu. Yəni TikTokdan o qədər səmimi görüb ki mən. Səhər 6-da gəlib ki, dur gedək xaşa. Mən də elə bilirəm klientdə axşam 6-da yatıb qalmışam var yoxuna lən. Demə bunun başı gedib. Əsəbimdən əsirəm. Əynimi də geyinmişəm, özümüz adımı yumuşam zat. Özümüz adımı hazırlamışam, yerimiz adımı yığmışam, eləmişəm səliqəli ki, belə adam girdi içəri. Tatuya klient gəlib. Dir gedək xaşa. Sən demə səhər 6-ymış.